kana. Gülmeli mezeli səhnələrlə sizə gülüş verir komedi kana. Yepyeni səhnələr bizdə izlənər, şən parodiyalar hamısı bizdə. Sizlərə gülüşü bəxş edərik biz, sizin qarşınızda komedi kana. Efirə qayıtdı komedi kana. Qasım, bayaqdan nə gəzirik burada? Abşeron Ticarət Mərkəzində bütün tikinti materiallarına endirimlər başlayır. Gəlmişik endirimlərdən yararlanaq da. Elə? Elə. Hə, nə deyirəm ki, yararlanaq. Sən də yararlan. Hansından yararlanım, Qasım? Hamısından. Əlvənlə keçdi yararlanaq. Deyirəm, ay arvad, hazırlaş. Gedirik nəvəmizi görməyə. Əli boş nəvə yanına gedərlər. Gör nəvəmi üçün nə yaparram? Piredo bezi. Bunu ki uşağa bağladın. Səncə? Uşaq quzu kimi yap. Piredonun nəm salfetləri, Piredonun maye sabunları. Day bundan artıq mən uşaq üçün nə yaparmalıyam? Başın işləyir sənin. Yenə dedi başın işləyir. Ay qız, keçən dəfə də ad günümdə mikrofonu götürmüsən ki, sənin başın işləyir. Olmadı ki, götür bezləri, Yaxşı deyil. Sonra danışarıq. Aşı, qoy işimi işləyim də, dur nəyə yığırsan? Demişəm axı, işləyə bilmirəm axı belə olanda. Sən bir bax gör mən nə almışam. Yeni bizon egzotik, çiyələk və tropik mango dadında. Hələ sən buna bax, kaktus və yetişmiş gavalı. İkisinin tandemi, bilirsən nədir? Mənə bax, təzə bizondur bunlar. Bəli, bəli. Bu qədər sən niyə almısan? Axşam partidir də. Evdə? Evdə. Əla. Baba, zirvələrə necə ucala bilərəm? Mənim balam, çalış, haqqın tərəfində ol. Əhdə vəfalı ol. Bir də halaldan qidalan. Halal olandan yemək cismin qidasıdırsa, halaldan yedizdirmək ruhun qidasıdır. Rosko, yalnız halal. Xüsusi sponsorumuz Qardaşlar Mebel. Qardaşlar Mebel 10 ildir keyfiyyətli, funksional və zövqlü bütün mebel layihələrini uğurla təhvil verir. Qardaşlar Mebel təkcə mebel istehsal etmir, ehtiyacınıza uyğun unikal həllər təqdim edir. Burada siz evdən tutmuş ofis, səhiyyə, hərbi, kafe, restoran, bağça, məktəb və bütün növ mebelləri tapa bilərsiniz. Dostlar, ən gözəl də bu ildir ki, bizim dostlarımız Qardaşlar Mebelin bu illərin 10 yaşı tamam olur. Və bu yubiley münasibəti ilə ilin sonuna qədər böyük möhtəşəm endirimlər təqdim edir. Əgər siz də keyfiyyətli və ən əsası rahat mebel əldə etmək istəyirsinizsə, Qardaşlar Mebelə müraciət edə bilərsiniz. Bəli, xanım Georginia. Mənim oğlum Sifan hardadır? Buradayam, anacan. Buradayam. Yanındayam. Bəs mənim ömürgün yoldaşım Michael? Buradayam Georgina. Michael, Narahat olma. hamınız buradasınız. Mən hiss eləyirəm ki, sizinlə ömrümün son dəqiqələrini yaşayaram. Xanım Georginia, belə sözlər deməyin. Bizim elə görəcək xoşbəxt günlərimiz qarşıdadır. Anacan, lütfən belə sözlər deyib bizi kədərləndirməyin. Heyf səndən Georginia. Uşaqlar, əziyyət verməyin. Görürsünüz yorulub. Götürün apara pastıraq. Xahiş edirəm, tələsməyin. Axı xanım Georginia hələ gözlərini əbədi yummuyub. Ana! 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 Ana!
bala qorxma. Mən hələ Mürsəlimin toyunda oynayacağam. Vay 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 vay. Bəyində yıxılmışsan, niyə oynamırsan Mürsəlin toyunda ana? O toyunda kim oynayacaq ana? Kim oynayacaq? Erkele toy olsun. Kaldır oynadak Ana dur ya ana. Dur Mürsəlin toyunda ana. Mürsəlin toyu. Mürsəlin toyu. Ay bala. Ay bala. Allah varsa. Hara oynadırsan, hara salıp sındırarsan neylerim sonra? Bana bak elə bil, bəlkə bir arvadın dərdi var, bəlkə bir sər var, bəlkə bir diləsi söz var. Hara koymuşsan, hardan götürək? Hardadır? Ay bala yığışılmaya sizə sözüm var ay bala. Can ayana de. De. De hamı sana kulak ısırık ayma. Bala. Əvvəl yerindi. Bala deyirsən gedirəm bala, gedirəm. Əzizlərim, mən istəyirəm ki, hamınıza təşəkkür edim. Xüsusilə də gəlinim Fionaya. O mənim ən çətin günlərimdə əziyyətimi çəkdi. Xanım Georginia, təşəkkür etməyə ehtiyac yoxdur. Bu mənim borcumdur. Fiona, mən buna görə sənə xüsusi təşəkkürümü bildirirəm. Georgina, gəlinivə də minnətdarlıq elədinsə, özünü çox yorma. Uşaqlar, götürün aparıb bastıraq. Cənab Filipi, siz axı həyat yoldaşınızı bastırmağa niyə belə tələsirsiniz? Çox yorulur, ona görə deyirəm. Ay qardaş, Kazanam gedir ana. ay mama. Danış danış. Ay bala, mən ölməzdim. Məni o gəlin öldürdü, o gəlin. Elə öldürdü. Məni qoydunuz onun umudusuna, ay bala. Hələnin başı qarışdı öz işinə. Məni gəlin öldürdü bala. Ay. Vaxtı dərmanımı vermədi. Vermədi yox. Yeməğimi vermədi. Bala məni yıxdı o yorğan döşəyi o gəlin. Gəlindən yarıyam, yarım yaşam sənin. Ay mama. Ana. Ay mama. Ay ana. Ana. Ay ana. Ay mama. Ana bəs sən o gəlini ağ paltarda bəziyib o gəlini paltarında evə gətirdin. İndi görsənmi həmin gəlin sənə ağ geyindirib yola salır. Ana! Ay ana. Ana sen narahat olmayı. Senin dalınca bu mağarı sökməyəcək ana. Yok. Seni yola salan kimi onun yası qurulacaq ana. Deyəm bala, çox sirkələmin, çox bunu incitmin. Bunun həyatının əsas vaxtı qutarıb bala. Bu dəqiqə artırılma dəqiqələri gedir. Bir dəqiqə, 2 dəqiqə oyun bir yoxdur. Əsas şeydir. Hara qoymusan? Tahir, hara qoymusan? Hardadır? Nəyə? Onun vaxtıdır indi bu saat. Onun vaxtıdır. Az onun haçan vaxtı olmur ki, o həmişə vaxtıdır da onun. Haydi də deyəndən nə deyirsən istədin? Fın. Hara qoymusan? Ay ma. Aman onun vaxtı deyil hələ. Əzizlərim, mən istəyirəm ki, mənim dəfn mərasimimdə ən yaxınlarım olsun. Gəlinim Fiona da ən qarşıda dayansın və dəfn nitqini də Fiona desin. Xanım Georginia, xahiş edirəm belə kəlmələr söyləməyin. Bizim elə görəcəyimiz xoş günlər qarşıdadır. Ana,
rica edirəm belə bədbin fikirlərə düşmə. Biz hələ səninlə bağçamızda güllər əkəcəyik. Hə anacan? Uşaqlar siz belə danışdıqca o daha da yorulur. Götürün apara bastıraq. Eşitdin Fiona? En qabaqda sən dayanarsan. Gəlin, nə vardı o gəlin elə? Hamısını o elədi. Nə vardı o? Ana. Ay mama. Oğul koyma. Koyma o gelini benim yaşıma gele bala. Koyma. Mama. Saçar o girer bu mağara. İnan mağaranın ortasında onu iki yere bölerəm qardaş. Mənə bir belə çəkdi, bir belə ay mama. Ana. O gəlin çaşar sən öləndən sonra bu qapıya gələr. O darvazaya bağladım qara var ha. Onunla boğaram, ana, boğaram. Onunla boğaram. Ay bala nağar. Abala canında biraz can var. O desin de pulu hara koyur. Ay mama. Ay. Tahir'e gerek öylesen it gele ahtara tapa. Deyirdin özüm için ölenden sonra pul yığıram ha. Elə bir şey bunaqlar gelir o pulu ver çıkar onların qabağına da. Ver görüm ha Ervat. Şimdi onun vaktidir. Ay mama. Onun vaktidir öyle. Biz səndən həmişə pul istəyəndə pensiya pulu bizə çıxarıb göstərib gizlədirdin naskında. Bu, ana. Heç yadından çıxmaz, dədə. Haydi. Bir gün mama dedim ki, mama toya gedirəm, pulum yoxdur. Mənə 100 manat əl borcu ver. Dedi bu dəqiqə, əlin atdı corabın içindən mənə 100 manat verdi. Getdim toya. Puldan bir ayağı gəldi, ana. İnan toyda heç kim yanında oturmadı axı. O ayağı gələn pula qurban olam, ana. Ana getdi, ana getdi. Ay bala. Əzizlərim, mən istəyirəm ki, mən dəfn olunandan sonra varımı, dövlətimi nəşr evinə verəsiz. Qoyun uşaqlar üçün çoxlu kitablar dərc eləsinlər. Xanım Georginia, bəs bu malikanəni kimə bağışlayırsınız? Malikanəmi isə evsiz, eşiksizlərə verin. O hamısı yığışsınlar, burada yaşasınlar. Onların da evi olsun Fiona. Georgina! Sen bildiğin seyliyirsen avcı. Ata, anam düz deyir. O olmayandan sonra bizim evimiz, malikanemiz neyimize lazımdır? O ölür. Ben ölmemişim. Götür kapara bastırak. Çok qəddarsan ata. Ne diyanmısan? Dede ne diyanmısan? Ne diyanmısan? Ne diyanmısan? Ay bala nağarmaq mı istəyirsən? En çek Ay oğlum benim o kızıllarımın birini de kendine verme. Eşiden bilem ki dılgır ücüylerinden birini de ona vermişse. Bak geceyle gelip hamımızı boğup giderim. Yox ay mama, 3-ündə, 7-ündə, 40-ında hamısını bax belə taxıb gəlinin qabağına çıxacam ayma. Elə şey mi olar ayma? Sen ay oğul, mənə qulaq as. Gördün ki gözlerimi yumdum ha. Gelip evi keçirdi sen öz adına. Eşittim. O ifriteye ev tapşırma giren. Senden kabak gelip evi keçirecek öz adına. O öyle ifrite de o gelir. Ana narahat olma ana. Ana narahat olma. O gelin ağıllıdır. Sen ben ondan da ağıllıyım. Ay. Seni bastıran kimi qəbirstanlığın bölündə notarius var. Oradan çıkıp gireceğim ona ana. Ana geçsene ben senin toyunda oynayacağım. Geçsene. Bala o notarusa sonra girersen de az o pulun yerin dener. O pulu gizletmişsen Ne ha. bunu ne dedi o? Nə qədər pul deyir? Ölüm puludur da bunun ölüm puludur. Saklayıp orada özü için. Deyirəm ki bir tane adam tapıp bize başsağlığı veremeyecek. Heremizin elinde bir tane lapatka pul aktaracak. Hara koymuşsan? Dede.
Deyirəm biz necə olacağıq? Nə bilim. Cavanlıqda işləyirik. Deyirik yaşlaşarıq, çıxarıq pensiya, yaşayarıq. Hə. Bax, bunlar çıxır pensiyaya, yaşayırlar, keyf edirlər. Bəli. Amma biz pensiyaya çıxandan sonra pensiya yığırıq ki, yas pulumuz olsun. Heç kimə zülüm verməyək. Xanım Georginia, son istəyiniz nədir bəs? Fiona, mənim son istəyim sizin hamınızı xoşbəxt görməkdir. Narahat olma. Görəcəksən uşaqlar. Götür qapını bastıraq. Bana Acan. könlüme elə nar düşüb. Meyxoşlar. Ona bir üzdüyündə iyun aydı. Ana bu gedə-getdə mənə hara saldın daşlığa? Yüngül var, gilasdan çiyələkdə. Arkadaşlar istəyir də tabanam onları. Ana, Ay Allah. gəl onları alma eləyək. Ay bala ne olur olsun da geden ayaktayım. Az onları marı boş ver. Ne soruşun pulu hara koyup. O nə qədər puldur yaş Ne pulu? kadar idi? Ay madde kızına oğluna. Bala 20.000 manat. 20.000. O nə puludur yaş pulu 20.000 olur. Sən Antalya'ya gelsən, yoxsa o biri dünyaya gelsən. 20.000'e bax. Ben sözümü ne öldürürüm ha bala. Girin ben az pul. Düz ver ana, pulun yerində mən. Mama planı. Ay bala indi onun vaktidir. Vaxtıdır, Öyle mi? vaxtıdır. Birazdan gedərsən, onun vaxtı olacaq. De. Kardeş. Bunu bastıram yaparak onu bastırıyorsun masa. Sən ondan bezmisənsə, burada pul var, darıdırma bizi. Gəl ondan məşğul olaq. Kimse bastırmalıyım ben bir partide bir dakika. Gəl. Ana, dur yaxırda-xırda, gəl. Gel yaxırda. Dur xırda-xırda. Ay bala benim plaklara baxımdır. Yok yok gidin aktar. Yox, verdim Bana də. gel yanma. Beni suluma salmır geden ayaktayım. Dur gidin. Pulu tapalıyor. Dur gidin. Gel. Predo Baby. Xoşbəxt anaların seçim. Mən Offside mağazasında satıcıyam və məktəblilərimiz üçün Oyal məktəbli ləvazimatları satıram. Məktəblilərimiz bizim məhsulları çox sevərək istifadə edir. Elə ona görə də məşhurlar bizi seçir. Biz de buradayız. Bu dəqiqə, bu dəqiqə, bu dəqiqə. Xanım, bu dəqiqə Xəzanə xanım. Keçən səfər bildin də nə oldu? Qardaşımın arvadı yoxdur. Ay kız bir dakika diyan da. Senin kardeşin arvadın söhbəti mənim neyime lazımdır. Ben qeybət eləmək istəmirəm. Televizora baxıram. Hə? Ha. Yaxşı, nə olar? Hayat ondan seni ya. Bu nedir? Çikonun qara ildırım tumları. Çikonun qara ildırım tumları. Ölürəm də mən də bu tumlar üçün. Mənə bax. Deyirsən qardaşın arvadı nə deyir? Bəs nə oldu? Qeybət eləmək istəmirdin? Ay qız, Çikonun qara ildırım tumları olandan sonra səhərə qədər sənə qulaq asaram. Tək ki tumum olsun. Ha, anla. Ne dedin? İbrahim, sana Aktel'den hediye almışam. Aktel'in planşeti, telefon, smart saat. Birini sənə, birini də Cazanın özünə. Bunu da atama verərəm. Yaxşı, can sağ ol. Mənə bax, axşam anamla bacım gəlir. Bəs onları heç nə almamısan? Bir telefon anava almışam, bir telefon da bacıma almışam. Bacımadan da çox sağ ol həyatım. Amma bir şey xahiş edeyim, Can. bunu mənim anam bilməsin. Yaxşı. Can sağ ol. Və dostlar, heç ara vermədən isə növbəti sənədicə təqdim edeyim. Səhnəcimiz nədən ibarətdir? İstirahətə gedib bir ailəmiz. 2 nəfərlik otel nömrəsi götürüb. Amma 2 nəfərlik otel nömrəsində çağırılmayan qonaqlarımız var. Hə, kimlərdir onu izləyərkən görəcəksiniz. Çağırılmayan qonaqlar deyirik və alqışlarınızla davam edirik.
Ne olur? Ne olur? Lan bunu sen gene maması gelsin gör ne değil bu? Mama. Ay balı ne olur? Ne diye tövlədə yatmışıq biz. Biri mamasını çağırır, biri Tarzandı. Ata. Düş kəndirdən düş, kəndirdən düş. Əkidən yataq da. Bəxtəvər olduq da. Güya biz gəldik ki, yaydı. Baş-başa tətil keçirdək. Otel danışaq, nömrə tutaq, romantik gün keçirdək. Nə bax, nəsilləmə. Bütün nəsil buradadır. İnan ki, o otelin işçiləri bilsələr ki, sən otağa 2 nəfərin pulunu ödəyib bütün nəslini bura yığmısan. Hamımız atacaqlar çölə. Dayanlar, narahat olmadı. Bir gecəlikdir, bir gecəlikdir. Bir gecəlik deyil. Birinci dəfə deyil ha, sizin nəsliniz belədir də. Toyda da taksiyə pulları çıxmasın deyə gəlin maşınına 12 nəfər oturmuşdu. Görmüşük ki, gəlinin qucağına uşaq verərlər də beləcə. Mənim qucağımda əmin oturmuşdu. O yeridir, o yeridir. Gəlmiş istirahətə, durub kötə söhbətlər atır. Baba istirahət eləyirik axı. Bax gör nə qəşəng istirahət eləyirik. Bax. Bu qoca dədəvin nə işi var bizlə oteldə? Az, gəldim mən rayona, bu zəng elədim, adam rayona gedəndə qərifsiyir axı nəyəsə görə. Zəng elədim dədəmə, dedim dədə, nə var, sən deyirsən, dedə hardasan, dedim ki, biz rayona gəlmişik də, istirahət eləməyə. Dedim, səni də gətirəcəm. Dedim, nə vaxt, dedim, mən belə bir, özüm belə bir şəşələndim, dedim ki, lazım gəlsə, indi gəl. Mən nə bileyim, bir saatdan sonra bu duruş gələr. Belə söhbət də elədim də. O qədər söhbət, o qədər deyirik ki, o qədər, məsələn, mən neçə ildir deyirəm ki, səni aparacam Yesöntikiyə. Aparıram, yox, sözlərə deyirik. Dədəvə bələdsən demə, demə də, bələdsən, demə. Bilmə, gəldi, ana gəldi. Şıdırğı kimi gəldi, özdür. Onu bildiyi, o gəldi, tutaq dədəndir, yaxşı, qoca kişidir. Bu xalan oğlu arvadına nə durub gəlib? Özdə görürlər ha, yer yoxdur yatmağa, ona bax. Vilka bıçaq kimi stolun üstündə yatıblar. Niyə? Dilimin bəlası. Dilimin bəlası. Nədir? WhatsApp-da bir dənə status paylaşdım ki, arvadını idarə edə bilməyənlər istirahət edir. Müraciət vurur ki, sən mənə söz atırsan. Durub gəlib mənimlə bura söhbətə, dedim, oteldədir, sonra söhbət eləyər. İndi işte səhər Nasılmanı gözü ki, mənimlə söhbət eləsin ki, görənə. Dədəvi bildi, xalan oğlum bildi, arvadım bildi. Bu kimdir? Ben bu kişini tanımıram, bu kimdi bizlə bir nömrədə, ha? O suiti özünü günə verən kimi uzanıb, özün günə verir, kimdi bu? Dədəmi gətirən taksi şoförüdür də. Bu niyə bizləndir? Gec oldu, bunun da toyuq körlüğü var. Dedi ki, qaydamıram mən, indi səhər Nasılmanı gözləyirik ki, yola sal... Ömrümüzdə bir dəfə dedik ki, romantik gün keçirdi. Bizə düşmür, bizə romantika düşmür. Bir dəfə də şamları düzdüm, dedim ki, romantik gecə keçirdi. Şamdan pərdə alışdı, evi o tutub yandı. Romantika düşmür. Bizimki nədir? Sozvu ye, sən üzvü o yana, mən üzümü bu yana, yatdıq. Gecən xeyrə. Ay, dədəm, buna baxıyıq. Arvadını uzandırıb qravata. Dədəsini kirpi kimi basıb kreskoya. Ay ki, mən yatan belə, mən yerləşmirəm buraya. Arvadın orada rahat yatır, dədəni basıbsan bura. Nə axmaq zamanədir. Ay, dədən var. Dədən narahatdır yeri. Əbi, mən bura yerləşmirəm axı. Yox, sənlə danışanda telefonda dedim, bir nəfərlik yerdə. Bir nəfərlikdir bu. Bir dənə danışım bir şey olsa, arvad keçdi bura. Danış da, ayıfdır axı. Bildim. Nə dedi, ayıf dərlə nəyə gəlirsən, sənə bilirsən ki, ayıfdır. Sonra işte, düt gəldin ki, şey eləmə şey. Şey deyə bilərsən, sən olsa səhər açılır da, 3-4 saatlıq sən Kristoda yata bilərsən, dədəm keçdin burada yatsan. Dədə, bir təhər döz. Sənin oğul boyunu yerə soxum elə. Nə axmaq zamanədir.
Yox, çıxart da, ayağını çıxart da. Aç, hara çıxardın? Gözlərdən də mən sağ şey. Ama beni buraya yerleştirdin ha. Sən ne bir? Bax, bırax. Ha. İndi bırax, rahat. Bak. Bax, bırax. Ayağını bırax. Ayağını bırax. Ay demirsən mi beynime kansız ha? Onda işte. Fırat tersine, tersine. Ay ama. Dövük, Ha. dövük. Başını salar ya. Har ya. Ha. Ama ben ne gayrı. Ne ahmak zamanda. Neyse kesin özüm yer tapacağım. Sen canın gel uzandana yatacak gel uzan görür. Mən səninlə danışanda da dedim ki, gətirəcəm. Və hara fırlanıb gəlirsən? Nə tezdə bir dənə saypa taksi tapıb gəldin. Ay onu da güzden tapmışam. Gözü de görmüş kör yapalak. Of! Yatamıram ha. Nətər yatım. Ona bax, tir-taf sərli. Elə bir mayamı dəstirahətdədir. Tapdıq. Ay tapdıq. 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 Nasıl tanımasa dövsən nə də? Nə də? Nə rahat-rahat yatmısan, dur, yatamıram mən. Nə yatamısan? Yatamıram da mənim burada nə işim var, bax. Bax, sənin xalan oğlunun arvadı rahatca taxta yatıb. Mən bu stol üstə nə əzrəm? Hə, taxt. Ondan narahat olma Totuş. Bax, mən bu saat otel otağında olmalıydım. Səninlə baş-başa gecə keçirtməliydim. Nə işim var mənim bu stolun üstündə? Tapdıq. Mən kimin qızından əskiyəm? Narahat ol. Kimin qızı məndən artıqdır? Tapdıq. Yaxşı deyirəm də, narahat olma. Tezot nədir? Biz daha belə erz şeylərə layiqiyik. O İsmail'in girəcəyində bir qəşəng yer tapmışam. Ailəvi istirahət mərkəzi. Qabağında yer yoxdur. Respublikada nə qədər tırkamaz var hamısı onun qabağındadır. İnandırım, bu qədər gözəl yerdir. Əsl belə ailə bizim adımıza layiq. Mənə bax, oteldə hər şey var, jacuzzisi. Az hər şey belə bax qəşəng yeməyi, içməyi, istirahəti. Bir dənə problem talihdir. Talih. O da elə bir 20-ci dəqiqəlik yoldur. Zafrakada da hələlik ona yola ver, bizə gündür. Ondan sonra qəşəng istirahət edərik. Nə bilim, ay tapdıq. Heç ürəyimə sinmədi. Narahat olma, yat. Narahat olma. Ya yatamıram. Özümü lap Titanik'dəki Roza kimi hiss edirəm. Belə yatmaq olar, narahatdır bu. Özə nəsə belə bir şey batır mənə. Ən görüm, bu nə? Oy, 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 oy. Ay, yo, batır bu. Yo, yo, mən burada yatam mənəm. Əmoğlu. Ay, əmoğlu. Əmoğlu. Ay, axşamınız xeyir olsun. Yatmışdınız. Nə varsınız? Təndirə çörək yapıram. Bir dənə təzəsindən ver də mənə. Qoy çıxardım indi. Bir dənə səndən xahiş eləyim. Orada mənim yerimdə nəsə belə mıx kimi şeydi bu boyda. Belə fırlandan belə batır. Belə fırlandan belə batır. Düz sentrdə. Olar sən orada uzanasan, mən 5 dəqiqə mürgüləyim burada. Gözümün açısını alım, çox yox. Bir dənə belə elə sən. Hayır, yeri gedi şuradan günə məşğul ol. Yatırsan, yatırsan yeri sayfabı götür, çıx get. Gözüm görmür də, görsə gedərəm də sayfanı. O mıx var da, yatamıram. Nə ağrım ki? Dur uzanım da burada. Hə, mən güclə yerləşmişəm bura. O bir dənə, mənim üçün nəsə bir dənə yer təşkil elə də, yatamıram. Mən nətər edeyim? Mən sizə dedim ki, otel otağı götürün, siz də götürmədiniz. Qardaşım dedi ki, mənim balaca bir yer olsun, yatayım. Get, yat, mən də qaram. Onda bacı dursun, mən 5 dəqiqə uzanım da burada, xahiş edim. Bacı harada yatsın bəs? Deyir burada. O mıx var da, yatamıram da. Oğlu, yatsam yataram da. Ya da orada yata bilərsən sən. Harada? Orada. Mıxın üstəmə. Yerləşmirəm, bacı, elə narahat, belə interesli mıxdı şurup kimidir, belə fırlanan. Burada? Ay, sağ ol. Amma o nətər edim, yatam. Sən belə üzü quyru yatanməzsən. Belə də fırlansam batır. Görmür dənəm. Ya, roz şəkil çəkdirir, getdik hə. Batır mı? Yo, vay, batır. Batır, yo, batır.
Batır düz orta, center diye center. Yat. Harda? İkincisində. Bunda. Bunda nətər yatın bunda? Ayam oğlu, bunda alınmaz. Mənim bir... Bunun arası... Bəli. Getdi. Belə. Yox. Babanın yatmağına şükür. Bu nədir? Yola ver geçsin. Yola. Şəhəri 4 saat, 5 saat var ya ayam oğlu. Mən belə nətər yatım. Canımsın yatım. Bunda dur. Görün ağarsın. Gel bura. Sən canı görün ağarsın. Otur. Açırdı. Belin koy. Koydum. Belə. Belə də düz gəlmir. Ev yox. Tər yatır, utarın, çıxaq gedək də biz dayan görəm. Yaxşı, amma gözüm görmür, yoxsa gedərdim. Ev yox, tər yatır. Gözün görmür hara gəlirsən. Da yataq səhər açılır. Diyor köykündür. Mən? Ya da ola bir dənə qapının baxasan lan, bu ayət. Mən. Evdə deyil. Bizim nə? Ha gəl, dələ qardaş, nədir mıx vurursan ha? Gəldilər. Dədə, rahatçılığını pozma, dədə. Kimdir? Qardaş. Bəli. Resepsiyondan de qardaş. Açardı zəhmət olmaz. Bax dedim, İndi də cavab verəcəyik, hə? Nə deyəcəksən? Bax açıb görəcəklər ki, at ilxisi köpək sürüsü. Nə lazımdır qardaş? Ay qardaş. Bəli. Biz kameradan baxdıq. At elə qaraçılar girib. Gör nəslibi nə tanıyırlar. Ona görə bütün otaqlara baxış getiririk qardaş. Açardınız da zəhmət olmasa qardaş. Qardaş bizdə işim yoxdur. Ər-arvad yatışırıq. Kitab oxuduq, biz mədəni insanlarıq. Kitab oxuduq, həyətdən gül dərmişdik, onu iylədik, steak yedik və yatdıq. Biz mədəni insanlarıq və centilmen insanlarıq. Qardaş, Bəli. Biz kameradan gördük ki, bura otağa girdilər. Zəhmət olmasa açın, biz otağa baxış eləyək, zəhmət olmasın. Gözləyin bir dəqiqə qardaşım. Nətər edir? Nəyimə lazım? Mən xəbərdarlıq eləmişdim, qulaq asmadın. Bu sənin nəslin, kökün, qohum, əqraban özün bilərsən. Hara gizlədirsən gizlət. Mən yatdım, gecən xeyrə. Dur gəl. Hara gəlim? Sadəyim, dur Yer gəl. tapdın qardaş. Hə, gəl bura. Harda? Sən bir dənə döyüş. 5 dəqiqə gözümün ağzından. Mən niyə düşüm? Sən bura. Yox, Burada. Yox, sən oraya gəl. Hara? Gələcəm sən, gəl. Burada belə. Gəl, gir içəri. Ha yox İçəri. Gir içəri bir də 5 dəqiqə gəlsin bir dənə baxsın görsün yoxsa gir içəri. Qapağım sərtlərim, mənim qorxum var qaranlıqda. Nədən hamı burdadır lan, narahat olma. Mən nə günə düşdüm mən bir şey. Qardaş, sən canım 5 dəqiqədən bir maraqlanın məndən. Narahat olma qardaş. Vay dədə. Narahat olma. Narahat olma. Bəli. Qardaş açın da qapını. Qardaş şalvarımı geyinməyim. Bu şalvarımı geyinim sonra da bir tələsməyin də bir. Bu. Dədə. Sən dur gəl bir dənə. Nə oldu? Yer tapıldı. Sən gəl bir dənə. Sən gəl uzan burada bir dənə. 5 dəqiqə gör. Ay dədə. Bir dənə dur. Harda? Bir dənə dur. Bura. Vay dədə. Hacan. Qardaş, Hacan. orada asfalt çəkirsiniz. Qutar. 5 dəqiqə döz. Vay dədə. Güzün. Uzan da gidə, uzan. Ağsaqqal, uzan. Görməsinlər sən. Elə. Uzan qalsın. Ay qardaş. Bəli. Qardaş siz bu şalvarı tikirsiniz. Geyindir Qardaş. açın da qapını. Əynimə dardı şal var. Ona göre tartıştırırıq, giyinirik. Narahat edirsiniz bizi. Hala bir şey de deyirsiniz. Dartı sari. O he? Gör. Ha, kurbanlık şatı sana. Lagasın. Sen seni bir yere dürter ya. Ha bir dakika geliyorum ha indi olmaz işte. O ne sözden bahsediyorsun bana diyeceksin ki. Arvadını idare edebilmenler. Gel istirahat edin. Hadi sana. Ver gel aydınlığını ver bana görüm. Ondan sonra spor ediyerek tamam. Onun aydınlığını bana görüm. O ne sözden bana diyeceksin sen. Ne diyor? O ne sözü diyeceksin ki arvadını idare edebilmenler gel istirahat edin. O ne sözden bana diyeceksin sen. Bizim kardeş Ne sözden bana diyeceksin sen. Ben onu söz mesele ele yazmıştım. Sen onun özüne ne götürsen. Benim sen arvadını idare ediyen misin? Yok.
Başdan idarə eləyən bir bu. Yox. Nəinki Taftıq. Taftığın nəslində elə bir kişi olmayıb ki, məni idarə eləyə bilsin. Mənə bir kəlmə söz desin. Yaşa! Bizim qardaş, indi ondan sonra səhər eləyəcək. Ya canım alacağım bunu. Bir dənə. Hə. Oteldə gəlsə, bilməsinlər, biz burada hamımız girmişik. Hə. Bir dənə bir gizlən şey eləyək, gizlə də. Ne kadar indi? Ne kadar? Sən neyəsin, sən qarışma. Sən 5 dəqiqəlik arvadın işinə. Ha bir dakika. Ay Taftıq! Ne yapsın o? Ne yapsın o? Taftıq! O sen de ne yapsın o? Bu gizlədək də. Para gizlemişsin. Xaladenika sokaq. Mən soyucuya, mən kənd çolpasız adam mən soyucuya soxursan. Ne da bu duranlar kadar katı sattı yapın koysan bura. Ne yapsın sen? Bərdə gizlədik. Ulan orada gizlesin. Yürü kalıdık meslete bura arbataki soktu orada. Puh! Niyə? Hı. Mənim otelin pulum verib, mən də rahatca yerimdə uzanmışam. Xaladenika girsin, əri pulum verməyənlər. Yetsene pulu, gücünü pulu. Ha, neysən, bu arvadın salın. Pullu denen ha. Ben şahsiyetim var. Ben kişiyim ha. Belədir. Ha. Belədir. Ha. Qoy arvadın salın, bura 5 dəqiqə. Ha bir dakika. Tüllüyse de. 750. Asil. Gir içeri gir. Ay Taftıq! Asil. Ha demirəm o çotursan. 5 dakika sabır oldu. Ha ne kadar indi? Sən qaldın sən. Ben. Qardaş, Bir dəqiqə. Sən geç bir dəqiqə. Ay bir dakika. Bəli. qardaş keçmiş şalvar. Qardaş, şalvarı giymişəm. Qalıb mayka. Bir də maykanı da giyinim, xəbər edirəm sənə. Olar mı? Yendir, biz mədəni insanlar, biz kitab oxumuşuq. Bayaqdan kitab oxuyuruq. Kim oxuyuruq biz orada kitabı? Nə oxuyuruq biz? Oşo okuyuruq, Oşo. Oşo'nu oxuyuruq, biz. Nə oxuyuruq? Oşo. Oşo. Onu oxuyuruq. Qoy bir dənə şey deyək. Şimdi benimle kadar. Yox, dəmir, dədəmlə. Dədə ayağı salı səri. Dədə ayağı salı səri. Öldüm dersen. Sən gəl bura bir dənə. Da. Sən bir dənə bura gəl. Sən bir dənə bura gəl. Sən bir dənə bura dürtələn. Ne kişi sana ait ha. Benim şahsiyetim var ha. Benim 38 tane yaşında. Yaşama 700 araba değil. Onu ben veririm. Çıkar arabadan. 750 arabada, 750 də sağa. At onu. At onu. Mən bilirəm, nə deyim, mən səni tanım. Beni yokla ha. Yaxşı. Yaxşı. Yaxşı, narahat olma. Eşitsən məni. Mənə bax, Ha. tərpənmə sən bal et. Nerede tanım? Qocası, dədə ayağını sox, dədə ayağını sox. Qardaş, Bəli. gəlmək olar. Buyur. Çox sağ ol. Çox sağ ol. Qardaş, Bəli. biz otaqlara baxış eləməliyik canınızı. Buyurun bu. Olarmı? Həyat yoldaşım və biz kitab oxuyuruq. Siz durub bizi narahat edirsiniz. Və biz elə bir ailə tərbiyəsi görmüşük ki, yəni. Yəni biz elə bir ailə bir tərbiyəsi Qardaş. görmüşük. Bəli. Mən çox sevdim. Mənlə də, sən mənlə də. Buna fikir yox. Bu nədir belə? Bu kimindir? Yəni, bax, arvadım qara, ayaq qara. Görmüşəm ki, bu ayaq o arvadındır. Mən çox sevdim. Qardaş, sənin arvadın anakondadır. Ayağın yığıb altına oturub. Yəni, anakonda da öyle. Yağızı uzun danışıb, mənim ailəm haqqında danışırsınız siz. Danışırsınız ki, birin nə danışırsınız? Mənim arvadım Uzunsovdur. Uzunsov. Uzunsovdur. Mənim də yoldaşım Uzunsovdur. Belə də istirahətə. Bu nə deməkdir? Siz hansı şeylərdə mən kitab dili ilə cavab verərəm. Yox, Kitab dili ilə. qardaş, bir dəqiqə kitabı saxlayın. Bəli, uzanıb çox. Ayaq uzun ola bilər. Bəli. Ayaq uzun. Necə olur ki, sizin yoldaşınız o tərəfə baxır, ayaq mən tərəfə baxır. Necə olacaq bu? Lazım yasa çönər. Çönər, o da rahatlasın. Çönüm də, çönüm. Qardaş, düz olmadı axı.
Elə bil sənin arvadı vurublar. Sen böyle yat, o da rahat yatsın. Sen böyle yat düzünemezsin, o da sen düzüne yat, o da düzüne yatsın. Düzüne yat. Var mısın istirahat edesini yoldaşım benim ya? Qoy istirahatin edəsin. Yox, qardaş, bu mümkün deyil axı. Belə baxasan, ayaq belə baxsa necə olur o? Yaxşı, üzü qoru olsun. Ha, çöndü, ne olursa? Anladım. Qardaş, nədir söhbət? Mənim yoldaşım, elastik kadındır. Bəli. Elastik. Sən iddiası ayaq onundur. Ayağınızı qaşıyın zəhmət olmasa. Elini sal qaşı. Oğlum. Ha, qaşımadı, qaşımır. Qaşımır, öpsün. Qardaş, bəs mən çox üzr istəyirəm. Mən qarışa bilmərəm, qardaş üzr istəyirəm. Amma vaxtınız olanda yoldaşınızı aparın bir lazerə, nə bilim. Həddi aşmayın. Bizim imkanımız da var, şeyimiz de var. Sadece olarak 5 yıldızlı otelsiz ama işçileriniz ağzını da aşın bilmir. Bizim yasımız düşüp. Bir dakika biz yas saxlayırıq. Nənəsi rəhmətə gedib, onun yasını saxlayıb. Çok saxladı. Biraz razıyam sizə, biraz çok saxladı. Xanım. Sen ayağını sal içeride, ayağını sal içeride. Xanım, 40 çıxsın, nöhtə spişkan var yaxın. Ver, xahiş edirəm. Mən çox... Ver. Bu nədir, belə? Nədir? Bu? Çamadanımız. Hələ açmamışsınız çamadanı. Xeyr, çamadanımızdır, xahiş edirəm. Mən bir də Yusuf, bizim atelimizdə mini bar var. Mini barda içkilərdən istifadə edəcəksiniz. Necə? Mini barda içkilərdən istifadə eləmişsiniz. Yox, istifadə eləməmişim. Mən bir dənə baxın, bir dənə kontrol. Görüm, əgər istifadə eləməmişsinizsə, onu mən bulamıyorum. Çıxanda baxın da ona. Çıxanda? Çıxanda xahiş. Bir dənə baxardım da, mən görüm. Siz nə narahat çıxanda baxın, nə yemişik, nə şey eləmişik. İndi baxacaq, ola bilsin ya marketdən aldıq, gətdə qoyduq yerinə. Ya da ki, ondan eynisindən tapanmasa pulum verəcəyik. Tamam, mən bir dənə burada baxım, dostum. Buyurun, yəni yer deyirəm, adınızı 5 yıldızlı otel qoymuşsunuz. Ayağını soru. Adınızı 5 yıldızlı otel qoymuşsunuz. Bəli. Mesela o çamadanı, necə açmamışsınız? Səhər-səhərdən Bizim buradasınız. paltarlardır, bizim arvadın paltarları. Açın paltarları, bir dənə olar mı? Arvadın paltarları da deyirəm. Arvadın paltarlarıdır. Mən çox üzrəm. Çamadan gedir. Necə? Çamadan gedir axı elə bir. Qardaş, çamadan hansı çamadan? O var ya, tokla olan var ya o. Gedirsən dalınca gedir ha. Bu ondandır. Bax, məsələn, məndə batarika var. Gəl məndən. Gəl. O, yeriyen çamadanlar var. O çamadanlardır. Dön indi. Dön. Yeriyen çamadanlardır. Aha, çox maraqlı. Ola bir dənə mənə göstəriş verin. Ne diyorsun? Dön indi, bir dənə dön indi. Aa, çox maraqlıdır. Kardeş çok maraqlıdır. Bizi niye hesaplaştırırsınız? Ben bu çamadanı dağıdım mı da? Dağıdım çocuğumu sana yanıldım. Ben xahiş edirəm, beni hesaplaştırmayın. Xahiş edirəm, buradan ben yine deyirəm. Ben oxumuş adamam. Ben oxumuş adamam. Sizə tərbiyəsizlik eləmək istəmirəm. Xahiş edirəm, rədd olun. Çox istəyirəm. Çox rica edirəm. Çox sağ olun. Rica edirəm, rədd olun. Çox sağ olun. Ben istəmirəm, Amma o anakonda mənə şübhəli qaldı. Oldu, çox üzr istəyirəm. Buyurun. Gecəniz xeyrə qalsın. Xeyrə qaç. Əmoğlu. Boğuldu. Dədəm boğuldu. Dədəm boğuldu. Ne axmaq zamanədə bu. Öldü bu. Baş dədəm var. Öldü bu. Kaç diyorum. Baş dədəm var. Heç nə demirəm. Səni zəlil olasın. Elə bir xofta içində oturmuşdur. Belə rahatdır, tərpədməyim məni. Sunal, tək O biri dondu. Bu ikisi hazırdı. Gel, şöyle. Üçü hazırdı. Üçü pişti, biri dondu.
Ay tapdıq. Tapdıq. Arvadım Ay bunu ne çıkma. vardı ya sana? Arvadım çıkma. Vurursan mı? Hacı. Melişerim. Az ne vardın orada? Bana bak. Çiv. Arvad düşer. Benim de arvadım için. O kampot düşer seninki viski. Ne ola? Götür. Apara kusturak. Apara kusturak. Az çocuğum az. Apara kusturak. Böyle. Böyle. 10.000 manat qazanmağa hazırsınız? Elə isə Abşeron Ticarət Mərkəzində 30 saniyəlik yaradıcı reels çək və paylaş. Səni peşəkar münsiflər heyəti qiymətləndirəcək. Birinci yer 10.000 manat, ikinci yer 5.000 manat, üçüncü yer 3.000 manat. Qeydiyyat üçün Abşeron Ticarət Mərkəzinin sosial şəbəkələrdəki linklərinə daxil olun. Xüsusi sponsorumuz xoşbəxt anaların seçimi olan dünya brendi Predodur. Bütün anaların ən çox narahat edən məsələlərdən biri uşaq bezlərinin düzgün seçilməsidir. Körpəniz üçün uşaq bezi seçərkən nələrə diqqət etməlisiniz? Yanlardakı elastik bantlar uşağın hərəkətinə mane olmasın. Nəmi daha yaxşı obdursun. Körpənizin dərisini tərdən və bişməcədən qorusun, səpdirməsin. Dünyanın 85-dən çox ölkəsində milyonlarla valideyn bu səbəblərə görə körpələri üçün Predo uşaq bezlərini seçir. Predo Baby həyatınızı daha rahat və xoşbəxt etmək üçün uşağınızın qayğısına qalır. Xüsusi sponsorumuz Bizondur. Yenilikləri sevənlər və fərqli dadlar axtaranlar üçün Bizon Eksotik artıq sizinlədir. Kaktusun qeyri-adi təravəti ilə yetişmiş gavalının şirin dadının möhtəşəm birləşməsi, həmçinin çiyələyin cazibədar ətri ilə tropik mangonun ləzzətli harmoniyası ilə gündəlik həyatınızı adi çərçivələrdən çıxardacaq. Öz sərhədlərinizi aşmağa və yeni dadlar kəşf eləməyə hazırsınız, elə isə Bizon Eksotik ilə bu rəngli dünyaya addım atın. Mən Offsite mağazasında satıcıyam və məktəblilərimiz üçün Oyal məktəbli ləvazimatları satıram. Məktəblilərimiz bizim məhsulları çox sevərək istifadə edir. Elə ona görə də məşhurlar bizi seçir. Biz də buradayıq. Bu dəqiqə. Tamam, bu dəqiqə Xəzanə xanım. Salam aleyküm. Salam aleyküm. Kardeşlerim ya bile hoş gelmişsiniz. Çox sağ olun. Deməli qardaş oğlum, mənim 4 mərtəbəli ofisim var. İstəyirəm onun birinci mərtəbəsini uşaq bağçası edeyim. Kardeşler mebeldə uşaq bağçası için her bir şey var. Buyurun. Uşaq bağçası için mebellər, tədris stolları və məktəb partaları. Müəllim, bu bizim dolablarımız, rəngbərəng. Ofis üçün kreslolar, akt zalı üçün oturacaqlar, modul tipli dörtlü işçi masalarımız, gözləmə zalları üçün oturacaqlar. Bu da bizim səhiyyə mebellərimiz. Bu da masaj masası olar. Bəli, qonaq otağı üçün stullar, ofis üçün mebellər. Ha, belə kresloda oturub işləməyəsən nə edərsən? Bəli. Göndərin gəlsin. Müəllim, biz Amerikaya da mebel göndərik. Hara göndərək? Ünvan deyəcəm. Xüsusi sponsorumuz Rosko. Rosko ticarət nişanı yeni keyfiyyətlə halal kalbasa və sasis məmulatlarını sizə təqdim edir. Niyyətimiz pörtləmə sasisləri, servelat zakaz, doktorskaya zakaz və bir çox çeşidlərimizlə alıcılarımızı sevindirməyə nail olmaqdır. Tezliklə seçiminizin Rosko olacağına əminik. Rosko, indi yalnız halal. Keçən səfər bildin də nə oldu? Qardaşımın arvadı yoxdur. Ay qız, bir dəqiqə deyəm da, sənin qardaşın arvadın söhbəti mənim demə lazımdır. Mən qeybət eləmək istəmirəm, televizora baxıram. Hə? Yaxşı, nə olar? Hayat onunla səni ya. Bu nədir? Çikonun qara ildırım tumları. Çikonun qara ildırım tumları. Ölürəm də mən də bu tumlar üçün. Mənə bax, deyirsən qardaşın arvadı nə deyir? Bəs nə oldu? Qeybət eləmək istəmirdin? Ay qız, Çikonun qara ildırım tumları olandan sonra səhərə qədər sənə qulaq asarım. Təki tumum olsun. Hə, anla. Nə dedim? Sponsorumuz Auxtel telefonlarıdır. Auxtel artıq bütün dünyada istifadəçilərin rəğbətini qazanmış smartfon brendidir.
Bu cihazlar güclü batareyaları, möhkəm korpusları və müasir funksiyaları ilə tanınır. IP68, IP69K standartlarına uyğun suya və toza davamlılıq, 5G dəstəyi və parlaq böyük ekranlar, Autel məhsulları arasında gündəlik istifadə üçün modellərdən tutmuş, aktiv həyat tərzi üçün super möhkəm smartfonlara qədər hər kəsə uyğun seçim var. Bugün Autel ölkəmizin bütün böyük pərakəndə satış şəbəkələrində təqdim olunur. Milyonlarla alıcı artıq seçim edib. İndi növbə sizdədir. Və dostlar, sonunda təşəkkürlərimiz var. Bizi səhnə geyimlərlə təmin edən dostlarımız var. Lala Butika bir alqışdıram sizdən gürültülü. Bir gürültü alqışla sizə özünə gəlsin. Və sizlə yenə öz vaxtımızda, öz saatımızda görüşmək ümidi ilə çalışın, salamat qalın. Sağ olun dostlar.